Qarabağda quruculuq təkcə yollar və binalarla ölçülmür. Burada həm də gələcəyin sağlamlıq mərkəzi qurulur. Bu bina Qarabağ Universitetinin Tibb Fakültəsi və onun klinikasıdır. Tibb Fakültəsi tələbələrə sadəcə nəzəri biliklər vermir. Onlar dərsin bitdiyi nöqtədə, elə həmin binanın digər qanadında, klinika şəraitində təcrübəyə başlayırlar. Burada tələbələr xəstə ilə ilk təmasdan tutmuş diaqnostika və müalicə prosesinədək hər mərhələdə iştirak edirlər. Bu isə onları sadəcə diplomlu deyil, peşəkar və məsuliyyətli həkim kimi yetişdirir. Burada tələbələr ən müasir texnologiyalarla həkimliyə hazırlaşırlar, klinika isə bölgənin səhiyyə yükünü öz çiyinlərinə götürür. Gələcəyin cərrahları, terapevtləri və kardioloqları məhz bu binada yetişir. Demək, bizdə imtahanlar müxtəlifdir. Tələbələr çalışırıq ki, hər tərəfdən ölçək, həm onların bacarıqlarını, həm bilgilərini. Bu bilik mənasında yazılı imtahanlarımız var, test üsulu ilə, amma ondan başqa açıq uclu suallarımız var, sözlü imtahanlarımız var. Və ən əsas bizim simulyasiya mərkəzində keçirdiyimiz OSCE deyilən, yəni strukturlaşmış bir imtahan üsulu da var ki, onu da keçiririk mütəmadi olaraq bizim tələbələrlə. Yəni biz tələbələrimizi hər tərəfli dəyərləndiririk. Bu mənada imtahan bir elmdir. Tələbəni ölçmək özü başında bir elmdir. Burada bizim bir komissiyamız var ki, bu komissiya hər imtahanın nəticəsini mütləq psixometrik fərqli metodlarla dəyərləndirir və bizim həm müəllimlərimizə, sual yazan müəllimlərimizə, həm də tələbələrimizə mütləq şəkildə bir geri dönüş eləyirik, geri bildirim eləyirik ki, həm imtahanlarımızın keyfiyyətini artıraq, həm də tələbələrimizin biliklərini daha yaxşı ölçək. Qarabağ Universitetində həkim kimi çalışmaq bizim üçün çox qürur vericidir. Mənim özüm də Qarabağlıyam və şəhidlərimizin qanı ilə geri qaytarılan torpaqlarımızda Qarabağ Universiteti və onun Tibb Fakültəsi qurulduqdan sonra bizim üçün də çox böyük bir qürur hissi oldu ki, bu torpaqlara qayıdaq, burada qurulan tədrisdə aktiv olaraq iştirak edək və burada həm tələbələrimiz, həm də həkimlərimiz olaraq bu quruculuqda öz töhfəmizi verək və sonradan ümid edirik ki, bütün bu yolları, bütün bu keşməkeşli dövrləri bizə unutduran və Qarabağ Universitetinin adını dünyada ucaldan sədamızı hamımız bir yerdə gələcəkdə eşidək. Fakültənin əsas hədəfi təkcə həkim yetişdirmək deyil. Burada sağlam düşüncəli, etik dəyərlərə sadiq, insan həyatını hər şeydən üstün tutan mütəxəssislər formalaşdırmaqdır. Qarabağ Universitetinin Tibb və Sağlamlıq Fakültəsi və Klinikası göstərir ki, Qarabağda artıq təkcə binalar deyil, ümidlər, biliklər və sağlam gələcək inşa olunur.